Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem Müslümanın Müslüman üzerinde olan hakkı 5'tir. Yani vaciptir ki Müslümanın hakkını versin. Vaciptir onun üzerinde. Birincisi salamı qaytarmaq. İkincisi xəstəni ziyarət etmək. Üçüncü cənazənin ardınca getmək, yəni cənazəni təqib eləmək. Dördüncü dəvət etsə icabət etməyin, toya çağırır, əqiq məclisi və s. və həmçinin asqırdığı zaman yarhamkallah deməsi. Bunlar bir müsəlman üzərində olan haqqıdır. Müsəlmanlar üzərində olan haqlarındandır. Yəni vacibdir. Bu haqları əda eləməlisən. Sənin boynundadır. Salam verdin, salamı qaytar qardaş. Bəzi adam var, küsür kimləsə salamını qaytarmır. Niyə qardaş? Və kiməsə xoşu gəlmir, salam verib qaytarmır. Sən salamı qaytar. De ki, salam vermək müstəhəbdir, amma salam almaq vacibdir axı. Haqdır. Dedə "Selamun aleykum" deməlisən, "Və aleykumussalam". Və ya məsələn xəstə ziyarəti. Bir də görürsən, eşidirsən filan qardaş 3 gün, 5 gün yoxdan xəstəymiş. Heç kim xəbəri yoxdur. Yaxın dostlarının belə xəbəri yoxdur. Deyək ki, o biriləri başa düşdü, həmişə ünsiyyətdə olmur. Yaxın dostlarının belə xəbəri yoxdur ki, başqalarına xəbər verir ki, ay qardaşlar, filankəs xəstələnir, gedək ziyarət edək və yaxud nəsə ehtiyacı var, dərmana və s. Belə şeylər çoxdur. Allah Resulü bir sahabəsini görməyəndə, subhanallah, 3 gündən artıq görməyəndə, haqqında soruşardım, maraqlarını, hanı filankəsi görmürəm. Bizdə bəlkə günlərlə, aylarla bir-birimizə xəbərimiz yoxdur. Sonra eşidirik ki, xəstələnib xəstəxanadadır. Ayağı sınıb, məsələn, belədir. Ya bir problem var, borca düşüb, nəsə olub və s. və ilaxır. Evində, nə bilim, qəm-qüssə, kədər var, kimisə itirib ailəsindən. Bu problemdir. Müsəlmanlar bugün bir-birlə hallardan yanmalıdırlar, maraqlanmalıdırlar.